10 may 2025-ci il. Hazırda bu görüntüləri kəndimizdən götürüyorum. Masallar onun bomboş kəndimizdən. Kəndimizin ərazisində mövcud olan qədim tarixi Cəmcəm yaşayış məntəqəsinin dövrümüzə gəlib çıxan artefaktları. Şirəli. Şirəli. O bir dənə də şirəli vardı. Var idi, o buradadır. Bu da, buna bax. Burada bir dənə də var idi. İndicə buradaydı, onu bilmirəm. Bura qoyduq, buradakıların içində olmalıdır. Səhv eləmirəmsə. Var şirəli. Tarixdir. Hamısı tarixdir. Buna bax, naxışına bax. Naxışına bax. Baş sağ ol əmi qurban. Allah. Ne qəşəng. Qoçbaşı. İkinci qoçbaşı. İkinci qoçbaşı. Çox qəşəng. Fikir ver. Bax bir səfərimizə gör nə qədər çıxartdıq. İkinci qoçbaşı. 2 dənə vazonu da qoyun yanına. 2 dənə qoçbaşı olan da qoç figuru tapdıq. Onu qurup atarsınız. Ben onu götürüp bu belə deyək də Masallı rayonunun Bambaşı kəndi ərazisində deməli qədim Cəmcəm şəhərinin qalıqlarıdır, qalıntılarıdır. Və bu ərazi demək olar ki şəhər olub, qalayla çevrilib və ətrafında da bayaq anlatdıqları kimi belə deyək su yerləri olub ki qalaya yaxınlaşmaq mümkün olmasın. Artlaraq. Xəndəklər, müdafiə xəndəkləri də suyla doldurulmuş müdafiə xəndəkləri olub. Əlavə də onu qeyd eləmək lazımdır ki, tapıntılan artefaktlar əsasında ehtimal eləmək olar ki, hazırda durduğumuz ərazi sənətkarlar məhəlləsi olubdur. Çünki burada bayaqları dediyi kimi şeydə olub. Dəmir məmulatları, təsərrüfat məmulatları tapılırdı. Bu ehtimal ki, dulusçuluq və dəmirçiliklə məşğul olan sənətkarların olduğu məhəllə olubdu. Bu hələ ehtimaldır təbii ki. Orada quyu da mövcuddur, qədim quyu aşkarlanıb, o da mövcuddur. Quyu kəndin bir çox yerində var. Daha doğrusu 2 yerində, değil mi? Biri buradadır, biri burada, biri ortada. Bir də arxa tərəfdə şey var, qala divarlarının içərisindən digər ərazilərə keçmək üçün gizlin yollar, belə deyək. Tünellər belə deyək, yeraltı tünellər. Yeraltı tünellər. Və bu təkcə bu evlə bitmir, bu həyətlə bitmir bizim tapıntılar. Geçsək bir harca 100 metr qabaqda evlərdə də var. Bax burada yəni görsətdi bu kurqanlar arxa tərəfdə də var. Yəni belə baxsa zəngindir. Bunu mənim də çək. Burada yenə tut bunu böyründən bir dənə. İlk kəlmədə mən deyim. Kənd ərazisində tapılan pul dəfinəsi olub. Hazırda Azərbaycan Dövlət Tarix Muzeyindədir. Bambaşı dəfinəsi adı ilə orada yerləşdirilib, inventarlaşdırılıbdır və həmin dəfinədə Azərbaycan ərazisində erkən İslam dönəmində mövcud olan dövlətlərin və qonşu İslam dövlətlərinin qədim pulları tapılıb. Sacilər dövlətinin üzərinə Azərbaycan yazılan qədim pulu Bambaşı kəndi ərazisindən tapılıbdır. O zamanlar Azərbaycan Dövlət Tarix Muzeyinin əməkdaşı olan Əli Rəcəbli, sonralar tarix elmləri doktoru oldu, professor Əli Rəcəbli. Mərhum Əli Rəcəbli gəlib kənddən o dəfinənin pullarını toplayıb, çox ehtimal ki, cəmaatdan toplayıb, yığmış və aparmışdır. Və həmin dəfinə hazırda Azərbaycan Dövlət Tarix Muzeyində Bambaşı dəfinəsi adı altında saxlanılır. Bunlara bakarsınız, gəl. Bunlar fərqli dövrlərə aiddir, mənə elə gəlir. Fikir ver. Yəni bu kərpiclərlə o kərpiclər arasında fərqlər mövcuddur. Məsələn, bunlar başqa cürdür. Kərpicin növündən bilinir ki, fərqli dönəmdir. Mütəmadi olaraq mərhələli şəkildə həyat olub da burada. Yəni əsrlər əvəz elədikcə kiçik bir dönəm deyil, böyük bir dönəmdə. Çünki kənddən yəni şəhərləşmiş bir məkan. Cəvahirnamə ilə İnkaranda da məlumat verilir. Yəni məlumat verilir ki, Cümcümə qalası Uçduq Ərkivan mahalının Əlvadə və Bambaşı kəndləri arasında yerləşir. Məlumat var kitabda. Yəni kitaba istinad edirik.